qədər lütlənib gəzirlər, çıxıb efirdə deyirlər ki, ərim mənə fəxr edir, ay baş ödənib. Bu əri biraz çözmək istəyirəm ki, məsəl üçün belə qadında mən heç kimi aşağılamıram, əstəğfurullah. Amma ki, məsələn, mən özüm bir bəy olsaydım, mən heç vaxtı nə bilim, sinəsi, başı, göbəyi, baldırı çöldə olub. Ya da ki, nə bilim, o əndiravadi bir geyimdə efirə çıxan arvadımdan heç vaxt fəxr eləməzdim. Bu mənim şəxsi seçimimdir. Və bir də bu geyimləri geyinib, ərim məni ilə fəxr eləyir. O çox sevinir ki, həyatında mənim kimi həyat yoldaşı var. Deyəndə deyirəm, Allahım, bu ərlə elə danışmaq istəyərdim ki, atam, başıma da birazı fəxr eləmək yolunu bizə də göstərdi. Bəlkə biz özümüz haqqında aşağı fikirdəyik də. Yəni, elə bir qadını bilmirəm, valla, bəlkə də ailədə həyat yoldaşı kimi qəşəngdir, amma mən qəbul eləmirəm. Bəlkə də bu sözüm ondan sonra bir böyük müzakirəyə səbəb olacaq. Mən düşünmürəm ki, yaxşı bəyin arvadı göbəyi açıq geyinib efirə çıxa bilər. Mənə görə, yəni yaxşı bəy deyil. Bir gün bağlı, bir gün açığı, bir gün çimərlik geyimi ilə bu stildə çıxmaq sizi tamaşaçıya sevdirməz. Sizi tamaşaçıya səhnə mədəniyyətini sevdirər, efir mədəniyyətini sevdirər, özünüzü aparmaq tərziniz sevdirər.